istər Avropa, istər dünya müxtəlif yerlərində yaşanan radio təcrübəsi ilə tanış olanda başa düşürəm ki, bu sahə günü-gündən inkişaf edir və dayanmaq bilmir. ...2026-cı ildə Azərbaycan radiosunun 100 yaşı olur. Yəni Azərbaycanda radio yayımçılıq bir əsrlik dövrü tamamlamış olur. Qulu Məhərrəmlinin Azərbaycan radiosunun yaranması haqqında çox maraqlı kitabı var və orada bu ilk illərin necə 26-cı ildən başlayaraq yayımçılığın necə maraqlı dönəmlərdən keçdiyi bəlli olur. Orada mənim diqqətimi çəkən maraqlı bir fakt var idi ki, misal üçün bugün bizim çox adət etdiyimiz muğamdakı bəzi nüanslar hələ 100 il bundan qabaq əsası qoyulmuş qaydalardan gəlir. Bilirsiniz, bizdə insanlar vərdiş ediblər ki, böyük, uzun, deyək ki, muğamı, belə deyək ki, bütün güşələri ilə dinləmək bir dəfəyə televiziyada və ya radioda bu uzun illərdir ki, yoxdur və bunun tarixi hardan gəlir ki, Azərbaycan radiosunda Müslüm Maqamayev, baba Müslüm Maqamayev rəhbərlik edəndə anlayır ki, adamların belə iri həcmli musiqi əsərlərini həzm etmək radio qarşısında qabiliyyəti yoxdur. Ona görə o efirlərə təsniflərin kiçik hissələrlə muğamın belə efirlərə verilməsini agitasiya edir. Beləcə təsniflər efirə gəlir və adamların muğamı qəbullanması, geniş kütlələrin muğamı qəbullanması daha dərinləşir. Halbuki muğam heç vaxt böyük kütlələrin musiqisi olmayıb. Bu həmişə bu musiqidən anlayan adamların musiqisi olub. Digər tərəfdən həmin illərdə başqa bir diqqət çəkən cəhət odur ki, uzun illər Azərbaycan radiosunda canlı musiqi ifası böyük yer alıb. Çünki bunun istehsalı da rahatdır da. Sən cəmi bir studiyan var, mikrofonları qurursan, musiqiçiləri çağırırsan və onlar orada ifa etdikləri musiqi aləti özü ilə gətirdi, ifa elədi, çıxdı, getdi. Və bunu həftəlik etmək olar. Bu prosesin ən çətin dövrü düşürdü toyların xüsusilə intensiv olduğu dövrlər. Çünki musiqiçilər daha çox toya üst tuturdu, nəinki gəlib efirdə ifa eləməyə. Bunun hələ mahiyyətini anlamırdılar ki, radiolara daha çoxunu verə bilər, radioları daha yaxşı tanıda bilər. Onlar düşünürdülər ki, el şənlikləri bunun üçün ən yaxşı yerdir. Radioya həmişə sadiq olan pianoçular olub, çünki onlar alətini götürüb özü ilə aparmaq gücündə olmayıblar. Halbuki bu olsaydı, əlbəttə, onlar da qalmazdı. Daha sonra radio başa düşür ki, hansısa daşıyıcılardan səs verə bilərlər və valların xüsusilə yaygın olduğu dövrdə bu isə adətən varlı ailələrdə belə val kolleksiyaları olurdu. Onlar qapı-qapı gəzib bir zamanlar varlı olmuş ailələrdən deyək ki, istəyirdilər ki, mümkünsə bu valları bizə verin, biz onları səsləndirək və bu maraqlı dönəmlər bayaq dediyim kitabda öz təsvirini alır. Gəlir artıq 30-40-cı illər Sovet hökuməti güclənir deyə radio yayımçılığa bir agitasiya aləti kimi baxmağa başlayır. Əvvəl sadəcə məlumatlandırma, artıq 2-ci Dünya müharibəsi illərində ciddi bir agitasiya aləti, radionun dili dəyişir, aparıcıların tərzi formalaşır və radio jurnalistika müəyyən mənada yaranır 50-ci illərdən etibarən. O vaxta qədər isə o diktor institutu çox güclənir. Çünki bilirsiniz ki, o dövrdə xəbərlər yalnız radiodan eşidilirdi. İnsanların evində televizor demək olar ki, yox idi. Olan adamların da evi bu 2-ci Dünya müharibəsindən sonra evlərə yol açdı televizor. Amma ondan qabaq radio əsas informasiya mənbəyidir. Hətta küçələrdə böyük reproduktorlardan yayım var deyə vacib məqamda bunu eşidilir. Böyük müəssisələrdə misal üçün reproduktorlar işləyirdi və fon musiqisi olaraq radiodan səslənən musiqi gəlirdi. Müharibədən sonra həyat düzəlməyə başladı deyə radio artıq başa düşdü ki, sadəcə agitasiya vasitəsi olsa bu artıq darıxdırıcıdır.
elmi publisistik verilişlər, musiqi mövzusunda verilişlər yaranır. Bu çox maraqlı dövrdür. Həmin dövrdə Azərbaycan mədəniyyəti, ictimai siyasi həyatı radiodan sərgilənir və adamların ölkənin o biri başında nələr baş verdiyindən xəbəri olur. Sadəcə o eldən gələn adam gəldi, danışdı ilə bitmir. Dövlət bunu necə görür, onu danışır. Amma radionun bir böyük o dövrlərdə qüsuru var ki, radio xalqın real həyatını göstərə bilmir. Çünki bu yalnız dövlətin dili ilə danışılan və yalnız dövlətin necə gördüyünü, xüsusilə də Sovet dövləti kimi totalitar bir alətin necə vasitə olduğunu göstərir. O illər radio məzmunu baxımından o qədər maraqlı olmaya bilər. Buna baxmayaraq həmin dövrdə olan xüsusilə Sovet hakimiyyətinin son illərində yaranmış bulaq verilişi hamının qulağındadır. Həmin dövrlərdə radio tamaşalar, həmin dövrlərdə radionun səsinə çevrilmiş adlar gəlir və bu adlarla Wikipediyada tanış olmaq mümkündür və bu səslərin bəzi nümunələri hətta bu gün var. Qulaq asanda sən başa düşürsən ki, səs gözəldir, təqdimat gözəldir, oradakı axıcı Azərbaycan dili əlçatmazdır. Bircə məqam var ki, bugünkü həyatla uzlaşmır və o vaxtki həyatla nə dərəcədə uzlaşırdı, bunu adi bir şeydən başa düşmək mümkündür. İnsanlar öz dövlətinin, öz dilində danışan radiosu ola-ola fərqli, alternativ bir tərz eşitmək üçün xarici radioları tutmağa başlayırlar. Beləcə evlərə əvvəllər daxil olmuş o bir dənə radio qəbul edici var idi, hansına görə ki, yeri gəlmişkən dövlətə aylıq ödəniş edilirdi. Onun əvəzinə fərdi radio qəbul edicilər gəlir. Bu radio qəbul edicilərin ölçüləri çox böyük, xatırlayır görənlər və hətta indi də bit bazarlarında onları almaq mümkündür. Bu cür radio qəbul edicilərinin hələ val oxudanı da varsa, bu ona işarə edir ki, həmin evdə yaxşı maliyyə daxil olur hər ay, çünki imkan var ki, bu cür bir cihazı almağa və bu illər gəlir 80-ci illərin sonu, 90-cı illərdə artıq ölkədəki həyatın dəyişməsi ilə, müstəqilliyin bərpa olunması ilə 90-cı illərin əvvəlində ölkədə özəl radio yayımçılığın yaranmasına, 1994-cü ildə ilk özəl radio, ANS-ÇM radio stansiyası yayıma başlayır və bu ilk illərində Azərbaycanda hələ çoxlu FM radio qəbul edici də yoxdur. Amma bununla bərabər bu çox dəbli, çox gözəl musiqinin səsləndiyi, aparıcılarının isə adət edilmədiyi qədər sərbəst tərzdə, bəzən hətta Azərbaycan və rus dillərində, ancaq rus dilində veriliş apardığı və ya Azərbaycan dilinin belə danışıq dilində, hətta bu günləri bizim radio dili kimi qəbul etdiyimiz o maraqlı yeni tərzdə, amma içdən, candan bir danışıq dili kimi dildə danışmağa başlayır. Çox dəyişir. Bu radio dinləmə mədəniyyətini çox ciddi dəyişir. Dünənə qədər həmin dövrlərdə yeri gəlmişkən əfsuslar olsun ki, bu ifadə, amma ASTV dili deyilən ifadə yaranır. Halbuki mən bu ifadəni heç sevmirəm. Çünki mən hesab edirəm ki, o insanların əməyinə böyük hörmətsizlikdir. Onların Azərbaycan dili qarşısında böyük xidməti var. Ümumiyyətlə, Azərbaycan dilinin itməməsində televiziya, radionun ciddi və böyük rolu olub və bugün Azərbaycan dilinə Azərbaycanlıların hakim olması, o dilə sahiblənməsi radionun da böyük xidmətləri olub və bugün də bu xidməti etməyə davam edir. Biz 90-cı illərin sonunda mən şəxsən radioya gələndə, bu 25 il bundan əvvəl idi, o zaman ki verilişlərimizə təkrar qulaq asanda mən heyrətlənirəm. Bizim efirdə danışdığımız mövzular, bizi narahat edən şeylər bir başqa idi. Amma məni həmişə ən narahat edən o olub ki, biz o vaxtı efirdə elə şeylər etmişik ki, bugünkü qanunvericiliyi çərçivəsində, halbuki o vaxtı da pis yaxşı radio yayımçılığı haqqında, reklam haqqında qanunlar bütün bunları tənzimləyirdi. Amma dövlətin əli çatmırdı, gücü çatmırdı ki, bütün bunları hamısını nəzarətdə saxlaya bilsin. Və o vaxt radio efirlərdə elə şeylər baş verirdi ki, bugün bunlar mövcud qanunvericiliyi, mövcud regulyatorların yəni gözündə böyük bir qüsur kimi qəbul olunardı. Bugün radio başqa bir inkişaf yolu götürür, gedir və bu inkişaf yolunun
üstündə hardasa 2000-lərin əvvəlində mən Richard Watson deyilən bir müəllifin Gələcəyin Faylları adlı bir kitabını oxudum. O kitab gələcək 50 il ərzində dünyanın necə dəyişəcəyinə dair proqnozlar toplusudur və yeri gəlmiş o kitab bu gün də oxunanda elə təəssürat yaranır ki, o dünya heç vaxt gəlməyəcək, amma artıq biz onun içində yaşayırıq. Və orada radio haqqında maraqlı bir qeyd var idi. Orada ilk dəfə mən podkast sözünü gördüm. Orada yazılırdı ki, bir zaman gələcək insanlar radionu daha az dinləməyə başlayacaqlar. Onlar podkasta üst tutacaqlar. Son 10 ilin tendensiyası onu göstərir ki, podkastlar həqiqətən dinləmə mədəniyyətini ciddi dəyişir. Çünki insanların dinləmə vərdişləri onların həyat tərzi ilə sıx bağlıdır. Onların həyatı çox ciddi dəyişir. Bizim informasiya kirliliyimiz artır və dəqiqə başı hər yerdən, telefonunuzdan başlamış, baxdığınız televiziya, hansısa platformalar, resurslar, hamısı sizə məlumat sızdırmağa çalışır və siz artıq daha seçici yanaşmağa başlayırsınız. Bu cür seçici yanaşma imkan verir ki, siz 24 saat radio deyəndə hansısa verilişi yox, siz istəyəndə onu dinləyəsiniz. Bu çox önəmli və vacib dönüş nöqtəsidir bugünkü radio üçün ki, insanlar bizdən bizim dediyimiz vaxtda verilişləri dinləməyi istəmir. Onlar deyirlər ki, okey, siz istədiyiniz vaxtda verilişi aparın, eləyin, amma mənə onu bir də dinləmək fürsəti verin. Mən çox təəccüblənmişdim ki, Amerikada yaşayan bizim dinləyicilərimiz bizə podkastlarımızı veriliş bitən kimi podkast platformalara yükləməyi deməli israrla bunu tələb edirdilər. Niyə? Çünki sizdə səhər bitir, bizdə hələ gecə saatlarıdır, amma biz səhər işə gedəndə istəyirik ki, Bakı bu gün necə oyanıbsa, o ovqatla oyanaq, ona görə deyək ki, mampası verilişinə qulaq asaq. Mən buna çox təəccüblənmişdim, amma bu insanların vərdişinə uymamaq, onlara uyğunlaşmamaq da mümkün deyil. Həqiqətən adamlara o haqqı vermək lazımdır ki, sən bu gün aparanda canlı dinləyən canlı dinlədi, canlı dinləyə bilməyənə bu alternativi vermiş olasan. Və bu təkcə bizim veriliş radiolarla bağlı olan bir şey deyil. Bu insanların vərdişlərinin dəyişməsi və onların bu və ya digər vaxtda ümumiyyətlə istədiyi mövzuda, istədiyi məzmunu tapa bilməsi ilə bağlı olan bir şeydir. Ona görə də adamlar indi podkastları belə çox sevirlər və çox dinləyirlər. Radio bundan itirirmi? İtirir. Dinləyici auditoriyası radiodan yavaş-yavaş seyrəlir. Ona görə fikir versəz, indi ancaq o verilişlərin, o rubrikaların dinləyicisi qalır ki, orada ciddi bir individuallıq var. O yerdə ki, aparıcının şəxsi keyfiyyətləri, onun peşəkar keyfiyyətləri və digər tərəfdən rubrikanın hansısa eksklüziv məzmunu yalnız radioda səni saxlaya bilər. Dünənə qədər hər bir radionun olmazsa olmazı olan rubrikalar bugün artıq tarixə qovuşur və bu həm də radioçuluğa giriş biletinin qiymətini qaldırır. Çünki bu barədə mən bir xarici həmkarımla danışanda təəccüblənmişdim. O dedi ki, axı indi bu sahəyə gəlmək çox çətindir. Niyə? Dedi, ona görə ki, əgər sən əvvəlki dövrlərdə olduğu kimi sadəcə yaxşı səsə, biraz maraqlı məzmuna sahibsənsə, radioya gəldin, sən yenə də hamıdan birisən. Sən o qədər inqilabi bir şeylə gəlməlisən ki, həm bu sahədə pul qazana biləsən, həm bu sahədə aktual olasan və reytinq sahibi olasan, dinləyici auditoriyası toplaya biləsən. Bu belədir. Bugün Azərbaycan radiosunun dünya ilə təması heyf ki, çox kiçik addımlarla atılır, amma maksimum bu addımları hər tərəfə və daha geniş atmaq üçün biz xarici tədbirlərə qatılırıq və bu bilavasitə bizim sahədə çalışan insanları öz bir araya toplayan beynəlxalq konferensiyalardır. Misal üçün mən 2 il, artıq 3 ildir ki, Avropa radio günlərində iştirak edirəm və orada bəzən istər Avropa, istər dünya müxtəlif yerlərində yaşanan radio təcrübəsi ilə tanış olanda başa düşürəm ki, bu sahə günü-gündən inkişaf edir və dayanmaq bilmir. Nə olsun ki, radio indi daha çox nəqliyyat mediasıdır. Nə olsun ki, radioya indi daha çox maşında qulaq asılır. Heç elə deyil. Hələ də bizə
iş yerlərində qulaq asan, idman zallarında qulaq asan və digər alanlarda qulaq asan adamlar var. Yanacaq doldurma stansiyalarında belə fonda baxırsınız ki, radio səslənir və bunun bir vacib elementi var ki, bayaq dediyim kimi radioda o verilişlərə, o rubrikalara qulaq asırlar ki, onların hansısa unikal bir məzmunu var. Bu unikallığı biraz da artıran son illər süni intellekt alətlərinin radioya ayaq açmasıdır. Misal üçün Azərbaycanda da buna bir neçə misal oldu. Bir neçə radio stansiya, o cümlədə məsələn mənim işlədiyim ictimai radio aparıcı və ya veriliş və ya rubrikanı səsləndirən şəxsləri insanla yox, süni intellekt aləti ilə əvəz etdi. Və o əvəzlənmədə heç şübhəsiz ki, bu bəzən çox gözə girən olur, bəzən isə heç hiss olunmur. Dinləyici bunun fərqinə varmaya bilər. O dərəcədə ki, misal üçün Polşada Krakow radiosu 24 saat süni intellekt yayımına keçdi. Biz süni intellekt alətlərindən 90-cı illərdən istifadə edirdik, amma fərqində deyildik ki, bunun kökündə süni intellekt alətləri durur. Çünki playlistlərin formalaşmasında istifadə olunan proqram əslində bütünlüklə süni intellekt alətlərindən əsaslı işləyir. Amma indi imkan var ki, sənin üçün bunu kimsə yaratmasın. Sən özün yaradıcıya çevriləsən və bu mənada hətta yaradan sözü Azərbaycan mədəni yəni həyatının mənasında tamam fərqli bir mərtəbəyə qaldırır. Sən həqiqətən sıfırdan mövcud olmamış insan, bəlkə insan yarada bilməzsən, amma insan səsi yarada bilərsən. Sən bəlkə deyək ki, bu vaxta qədər mümkün olmamış, mövcud olmamış bir əsər yarada bilərsən, rubrika və ya veriliş yarada bilərsən. Və belə də oldu. Misal üçün bayaq misal çəkdiyim Krakow radiosu 24 saatlıq belə yayıma keçdi. Heç kim heç fərqinə varmadı. Adamlar başa düşmədi ki, onların eşitdiyi aparıcılar real adamlar deyil. Onların eşitdiyi mətnlər real insanlar tərəfindən yazılmayıb. Bir radionun ancaq direktoru, texniki heyəti və bir mühasibi var. Nə aparıcısı, nə redaktoru yoxdur, amma efirdə 24 saat yayım var, verilişlər, rubrikalar var. Necə olur? Süni intellekt alətləri ilə. Mən elə bilirdim ki, bundan o yana getmək mümkün deyil, amma bir il bundan qabaq mən Amerikadan olan bir entuziast qrupun yaratdığı süni intellekt aləti ilə tanış oldum. Onların Münxendə belə deyək, təqdimatını elədikləri bu süni intellekt aləti imkan verir ki, biz bugün istədiyimiz aparıcının avatarını yaradaq və aparıcıdan imtina edib o avatarla o verilişi davam etdirək. Bu necə edilir? Bu avatara və ya belə deyək, süni intellekt alətinə təsəvvür edin ki, sizin aparıcınızın daha öncə efirə çıxmış 100 verilişini dinlətdiririk. 101-ci verilişdə isə aparıcının mikrofonunu bağlayıb o süni intellekt alətinin mikrofonunu açırıq. Və o, aparıcınıza, hətta veriliş duetdədirsə belə, canlı olaraq efirdə olan tərəfə süni intellekt aləti cavab verir. Və o cavabları bundan öncə dinlədiyi 100 verilişi təhlilindən dolayıdır. O başa düşür ki, mənim əvəz etdiyim adamın səsini təkrar edirəm azdır. Mən onun bu və digər mövzulara hakimliyinə bələdəm. Mən bilirəm ki, o bu və digər mövzulara bu cür reaksiya göstərərdi, bu cür cavab verərdi. Bu sualı eşidib belə həvəslənərdi. Bu sualı eşitdikdə isə çox belə keyfi, belə deyək, bikeyf olardı. Və ya o həm də hansı sözləri işlədəndə aparıcınız hansı orfoqrafik səhvləri, orfoepik səhvləri buraxırsa, o da onları buraxmaq gücündədir. Üstəgəl o 101-ci verilişi misal gətirdim mən. Təsəvvür edək ki, 200-cü veriliş necə olacaq? Axı, sizin aparıcınız 100 veriliş boyunca şərti olaraq 5 ay, təxminən bu müddətə etibar, 5 ayda bu aparıcınız dəyişəcəkdir də. Süni intellekt aləti də bilir ki, bəli, 5 aya adam dəyişir və bundan öncəki 100 verilişin misalında tanıdığı obraz növbəti 5 ayda necə dəyişəcəkdir. O həmin adama aparıcı həmkarının verdiyi suallardan dolayı bir evolyusiya haqqı yaşadır. Və o evolyusiyanın içində artıq sizin dünənə qədər, misal üçün, bina inşaatı haqqında çox az bilən aparıcınız birdən-birə o sahəyə nə qədər çox ona sual versə həmkarı, bir o qədər çox hakim olmuş kimi cavab verəcək, onu araşdıracaq, hər növbəti verilişə hazırlaşmış kimi təəssürat yaradacaq. Bu
azmış kimi o indi əlbəttə belə alətləri adını, səsini haqqında eşidəndə bizim həmkarlarımız narahat olmağa başlayırlar ki, deyəsən məni süni intellekt əvəz edəcək. Bəlkə heç əvəz etməli deyil. Bəlkə bu alət olan dünyada siz daha rahat məzuniyyətə gedə bilərsiniz. Bir layihənizi süni intellektə tapşırıb başqa bir layihə başlaya bilərsiniz. Və ya rahatlıqla başınızı qoyub ölə bilərsiniz. Rahatlıqla başınızı qoyub ölə bilərsiniz. Çünki sizin əgər misal üçün bir yaxşı hüquqşünasınız olsa, o sizin üçün müvafiq sənədi hazırlayıb, o süni intellekt alətini ailənizin ixtiyarına verə və o süni intellekt vasitəsilə səsləndirilən, sizi əvəz edən, imitasiya eləyən, deyək ki, ikinci bir Fatih, şərti bir avatar ailənizə hələ də pul qazandıra bilər. Siz yoxsuz, amma veriliş efirdə gedir, o avatar səsini aldığı maaş isə ailənizin büdcəsinə gəlir. Biz çox maraqlı bir dövrə qədəm basırıq, o cümlədən radio yayımçılıq sahəsində.